Yəni ki, çətinlik çəkdiyi məqamlardan birisi də ki, son zamanlar evlənmək çətinləşib. Biz eşidirik, hamımız, yəni cəmiyyətin içindəyik, eşidirik və görürük ki, həqiqətən də son illərdə və getdikcə də sanki çətinləşir. Və təbii ki, insan, mömin hər zaman birinci bir şeydən başlamalıdır. Birinci duadan başlamalıdır. Allahdan istəməlidir. Çünki hər şeyə qadir olan Rəbbimiz onu bizlər üçün asanlaşdırmasa, o heç vaxt asanlaşa bilməz. Ona görə möhtərəm qardaşlar, duaya vaxt ayırmalıyıq, çoxlu dua etməliyik. Bəli, dua edir qardaşlar, dua edirlər. Yəqin ki, ehtiyacı olan, evlənmək istəyən və hər bir sahədə belədir ki, insanın nəyə ehtiyacı var, onun duasını edir. Ancaq ki, daha çox etməliyik, möhtərəm qardaşlar. Yəni, daha çox istəməliyik Allahdan. Və görürsən ki, gecikir və duanı artır. Və daha çox istə. Daha çox istə. Bu birinci məqamdır. Ən çox edə biləcəyimiz Rəbbimizdən istəməliyik. Çünki hər şey onun əlindədir. Allahdan çoxlu istə verəcək. O qapı bir gün açılacaq. Bu birinci məqamdır. Və ən üstün məqamdır ki, istəmək.